6-cı hissə. Sevgiyə səbəb olan kiçik şeylər. Partoqa, deməli sən onların heç biri ilə danışmırdın. Budaqlarına minib at kimi sürə bilmirdin, hə? Hə. Bəs onda belə çıxır ki, sən uşaq olmamısan? Axı bütün uşaqlar sənin kimi ağacları başa düşə bilmirlər. Elə bütün ağaclar da danışmağı sevmir. Ürəkdən gülüb sözünə davam etdi. Söhbət bildiyimiz ağaclardan yox, üzüm meyvələrindən gedir. Qoy sən soruşmadan izah edim. Üzüm meynələri üzüm ağaclarıdır. Üstündə üzüm yetişir. Qalın, sarmaşıq kimi. Üzüm yığımı mövsümü gələndə çox gözəl olur. Üzümü əzib şərab hazırlayanda isə danışarkən hər şeyi mənə çox gözəl şəkildə izah etməyə bacarırdı. Edmundo daya qədər yaxşı idi. Yenə danış dedim. Xoşuna gəlir? Çox. Əlimdə olsa səninlə 852.000 kilometr heç dayanmadan danışardım. Bu qədər yola benzin necə çatdırarıq? Yol getdiyimizi təsəvvür edərik. Sonra mənə qışdab quruyub samana dönən otlardan, bir də pendirin hazırlanmasından danışdı. Pendir yerinə pəndir deyirdi. Danışarkən sözləri dəyişirdi. Bu da mənim xoşuma gəlirdi. Susub dərindən ah çəkdi. Elə istəyərdim tezliklə ora qayıdım. Sakit, rahat bir yerdə qocalığımı gözləyim. Monreal yaxınlığında Falyadelada o gözəl Traz-Uş Montişədə. O günəcən geniş üzü daha qırışsız və daim parlaq olsa da, Partuqanın atamdan yaşlı olduğuna fikir verməmişdim. Qəribə bir his keçirdim. Ciddi deyirsən? Narahatlığımı göydə tutdu. Ay ağılsız, buna hələ çox var. Bəlkə heç ömrümün axırınacan ora qayıtmadım. Bəs mən? Sən getsən mən nə edəcəyim? Özümdən asılı olmadan gözlərim doldu. Qəbul et ki, bəzən mən də xəyallara dala bilərəm. Ancaq xəyalında mənə yer vermədin. Bu xoşuna gəldi, güldü. Mənsə bütün xəyallarımda sənə yer verirəm, Partoqa. Tom Mix və Fred Thompsonla yəməşil çəmənliyə çıxanda çox yorulmayasan deyə sənə fayton da tutmuşdum. Getdiyim bütün yerlərdə sən də varsan. Bəzən məktəbdə qapıya baxıb fikirləşirəm ki, indi görünüb mənə sabahın xeyir deyəcəksən. Aman tanrım, heç vaxt sevgiyə bu qədər susamış balaca ürək görməmişim. Ancaq bilirsən, mən bu qədər bağlanmağın doğru deyil. Bütün bunları Mingunyo'ya danışırdım. Mingunyo məndən 5 betər boşboğaz idi. Bu həqiqətdir, Kusururuka. O mənim atam olanda sonra üstümdə əsir. Nə etsəm bəyənir, amma öz bildiyi kimi bəyənir. Adamlar barəyə deyirlər. Bu uşaq böyük adam olacaq, ancaq heç zaman banqudan çıxmayacaq. O elə demir. Mingunyo'ya sevgi ilə baxırdım. Əsl məhəbbətin nə olduğunu öyrəndiyim gündən bütün sevgilərimi sevgiyə qərq edirdim. Bilirsən, Mingunyo, istəyirəm əvvəlcə 12 övladım olsun, sonra yenə 12 olsun. Başa düşürsənmi? İlk 12-si daim uşaq qalacaq. Heç kim onları döyməyəcək. Digərləri böyük insanlar olacaqlar. Onlardan soruşacağam. Nə işlə məşğul olmaq istəyirsiniz, övladlarım? Odunçu olmaq istəyirsən? Yaxşı, budur. Sənə balta ilə dama-dama köynək. Sən sirkdə heyvan təlimçisi olmaq istəyirsən? Yaxşı, buyur, şallaq və geyim. Yaxşı, bəs millatda bu qədər uşaqla nə edəcəksən? Mingunyo, heç belə yerdə də adamın sözünü kəsərlər. Millatda çoxlu pulum olacaq. Bir maşın şabald və fındıq alacağam. Çoxlu qoz, əncir və üzüm qurusu. O qədər çox oyuncaqları olacaq ki, başqalarına verəcəklər. Qonşudakı yoxsul uşaqlara paylayacaqlar. Mənim çoxlu pulum olacaq. Varlı olmaq istəyirəm, çox varlı. Bundan əlavə lotereyada ən böyük uduşu da mən udacağam. Sözümü kəsdiyinə görə Mingunyo'ya tərs-tərs baxdım. İcazə versən ardını danışardım. Hələ çox uşaq var. Oğlum deməli, sən kovboy olmaq istəyirsən? Buyur, sənə yəhər və kəmənd. Mangarettibanın maşinisti olmaq istəyirsən? Buyur, sənin üçün furuşka və fit. Fiti nə edəcəyim Zizi? Axırda öz-özünə danışmaqdan başına hava gələcək. Totoka gəlib yanımda oturmuşdu. Dost da gülümsəyərək lentlər və pivə qabları ilə bəzənmiş şirin portağal fidanıma tamaşa edirdi. Sözlü adama oxşayırdı. Zizi, mənə 400 reis borc verə bilərsənmi? Yox. Ancaq varındı, hə? Hə, varımdı. Heç soruşmursan da nəyimə lazımdır? O saat yox deyirsən, hə? Traz-Uş Montişə səyahət edilmək üçün çox varlı olmaq istəyirəm. Ora haradır? Deməyəcəm. Başına dəysin. Lap dəysin, hə. Sən də 400 reis borc vermirəm. Sən qoçaqsan axı, gözdən də itirsən. Yaxşı nişan alırsan. Sabah şüşə kürələrlə oynasan elə bu qədər qazanarsan. Bir neçə dəqiqəyə 400 reisini geri ala bilərsən. Nə dəxli var, sənə pul verməyəcəm. Mənimlə dalaşmağa da çalışma. Sakit oturmuşam. Heç kimlə də işim yoxdur. Dalışmaq istəmirəm.
Sən mənim ən çox sevdiyim qardaşımsan. İndi isə ürəyi olmayan bir canavara dönmüsən. Mən canavar deyiləm, ürəyi olmayan bir mağara adamıyam. Nəsə? Bir mağara adamı? Edmundo dayı mənə jurnalda şəklini də göstərmişdi. Əlində yoğun dəyəni tutan bir adam. Mağara adamı dünyanın lap ilk dövrlərində mağaralarda yaşayıb, şey mağaralarında, bilmirəm, nə isə. Adı yadımda qalmadı. Başqa dildə idi, həm də çox qarışıq sözdür. Yaxşı, Edmundo sənin başını boş-boş şeylərlə doldurub. De görüm, pul verirsənmi? Heç bilmirəm o qədər pulun var ya yox. Lənətə gəlmiş. Zizi, biz çəkmə oyamağa çıxanda 1000 dəfə sən bir şey qazanmamısan. Mən öz qazancımı yarı-yarı bölmüşəm. Olub ki, yorulmusan, qutunu mən daşımışam. Haqlı idi. Totoka nadir hallarda mənimlə pis davranardı. Axırda ona borc verəcəyimi bilirdim. Versən sənə 2 maraqlı şey danışacağam, dedi. Heç nə demədim. Portağal ağacının mənim tamarind ağacımdan daha gözəl olduğunda deyərəm. Elə deyirsən? Artıq dedim. Əlimi cibimə salıb xırda pulla şıqqıldatdım. Bəs o biri 2 şey? Bilirsən, Zizi, az qalıb yoxsulluğumuz sona çatacaq. Atam Santa Alexo fabrikində müdir işi tapıb. Yenidən varlı olacağıq. Buna bax, heç sevinmədin? Əlbəttə, atamın yerinə sevindim. Ancaq banqudan ayrılmaq istəmirəm. Dindin ilə qalaram. Buradan ancaq tıraş uşmantişə getmək üçün ayrılaram. Bizimlə gəlməkdənsə dindin ilə qalmağı və hər ay işlətmə dərmanı içməyi seçirsən, eləmi? Hə, ürəyim belə istəyir. Səbəbini heç vaxt bilməyəcəksən. Yaxşı, ikincisi, burada deyə bilmərəm. Bu xəbəri eşitməsi lazım olmayan biri var. Onunla daxmanın yanına qədər getdim. Uzaqlaşdığımıza baxmayaraq alçaq səslə danışırdı. Səni xəbərdar etməliyəm, Zizi, öyrəşməyin üçün. Bələdiyyə yolları genişləndirəcək. Suyun axınını dayandırmaq üçün bütün xəndəkləri dolduracaqlar. Bağçanın bu hissəsini də götürəcəklər. Hə, nə olsun? Nə oldu? Ağıllı başa düşmədin? Yolun genişləndirmək üçün buradakıların hamısını məhv edəcəklər. Mənə portağal fidanımın olduğu yeri göstərdi. Hönkürdüm. Totoka, yalan deyirsən, hə? Yaxşı, ağlamaq lazım deyil. Hələ o vaxtda çox var. Barmaqlarımı qəzəblə cibimdəki pulları sayır. Yalan deyirsən, Totoka. Yalan demirəm, düzdür. Mənə bax, kişi deyilsən. Kişiyəm. Gözümdən bir yaş gedirdi ki, qardaşımın qarnından yapışmışdım. Sən mənim tərəfimdə olarsanmı, Totoka? Onları müharibə elan edəcəyəm. Heç kim balaca şirin portağal fidanımı kəsə bilməz. Yaxşı, onlara mane olarıq. Nə oldu? Pul verirsən? Pulu nə edəcəksən? Sən Banqun kinoteatrına gedə bilmədiyinə görə Tarzan filmi gəlib. Mən gedib baxaram, sonra sənə danışaram. Köynəyimin ətəyi ilə gözlərimi silərək cibimdən 500 reys çıxardıb verdim. Artığı qalsın, özündən abat alarsan. Şirin portağal fidanımın yanına qayıtdım. Danışmağa həvəsim qalmamışdı. Tarzan filmini fikirləşirdim. Bir gün əvvəl afişanı görmüşdüm. Portuqaliya danışanda. Getməyi istəyirsənmi, deyə soruşmuşdu. Getmək istəyirəm, ancaq məni Banquya buraxmırlar. Səbəbini xatırladı, güldü. Balaca beynində pis şeylər qurub quraşdırmırsan? Ant içirəm, Portuqa. Böyüklərdən mənimlə gedən olsa heç nə deməzlər. O böyük də mən olsam, elə deyirsən? Üzüm işıqlandı. Axı mən işləməliyəm, oğlum. Bu saatda işləmirlər. Oturub söhbət etmək ya da avtomobildə yatmaq yerinə gəl. Tarzanın leopardlarla, timsahlarla, qariyalarla dalaşmağına bax. Bilirsən kim oynayır? Frank Merrill. Hələ də qərar verməmişdi. Sən balaca şeytansan. İstənilən adamı yolundan çıxarda bilirsən. Saat hələ 2-dir. Sən varlı adamsan, Portuqa. Bu gün də işləmə. Yaxşı, gedək, ancaq piyada gedəcəyik. Maşını götürməyək. Beləliklə kinoya getdik. Kassadakı gənc qız mənim kinoteatra daxil olmağına 1 illik qadağa qoyulduğunu xatırlatdı. Cavabdeh mənəm. İndi ağıllanıb. Qız mənə baxdı, gülümsədim. Barmaqlarımın ucuna bir öpücük qoyub onu doğru üflədim. Mənə bax, sizi yaramazlıq etsən məni işdən çıxardacaqlar, dedi. 7-ci hissə. Mangarettiba. Müəllimimiz Sisiliya payım soruşdu. Kim çıxıb öz qurduğu bir cümləni lövhəyə yazmaq istəyir? Heç bir şagird yerindən tərpənmədi. Mən bir şey fikirləşib əlimi qaldırdım. Sizi gəlmək istəyirsən? Yerimdən durdum. Onun sözlərindən qürurlanaraq lövhəyə doğru getdim. Gördünüz, sinfin ən balacası, dedi. Taxtanın yarısına belə boyum çatmırdı. Təbaşiri götürdüm. Ən aşağıdan diqqətlə yazmağa başladım. Tətilin başlanmasına bir neçə gün qalıb. Səhv olub olmadığını bilmək üçün ona baxırdım. Gülümsəyirdi, razı qalmışdı. Masanın üzərinə boş küldan vardı.
Boş, amma onun söylədiyinə görə içində hər zaman xəyali bir gül olan güldan. Bəlkə Donna Cecilia Payne çirkin olduğu üçün heç kim ona çiçək gətirmirdi. Yenə uğurumda razı halda yerimə döndüm. Tətil başlayanda Portuqal ilə çoxlu gəzəcəyimizə görə indidən sevinirdim. Daha sonra başqaları da cümlə yazmaq qərarına gəldilər, ancaq qəhrəman mən idim. O an kimsə sinifə daxil olmağa icazə istədi. Dərsə yetişənlərdən Geronimo idi. Çox narahat görünürdü. Düz arxamda oturdu. Səsküylə kitablarını yerləşdirdi və yanındakılara nəsə dedi. Fikir vermədim. Qərar vermişdim ki, alim olmaq üçün çox çalışmalıyam. Uşaqların asta danışığından bir söz diqqətimi çəkdi. Geronimo Mangarativadan danışırdı. Avtomobillə toqquşdu. Bəli, Manuel Valderesin böyük avtomobili ilə. Əlim ayağım boşaldı. Arxaya döndüm. Nə danışırsan? Mangaratiba Tita küçəsindəki keçiddə Portuqaliyanın maşını ilə toqquşub. Buna görə gecikdim. Qatar avtomobili əziy-əziy etib. Adam əlindən tərpənmək olmurdu. Realengo yanğın söndürənləri də çağırmışdılar. Məndən soyuq tər axmağa başladı. Gözlərim dumanlandı. Geronimo yanındakıların suallarına cavab verməyə davam edirdi. Ölüb-ölmədiyini bilmirəm. Uşaqların yaxınlaşmasına icazə vermirdilər. Qeyri-ixtiyara ayağa qalxdım. Qusmaq istəyirdim. Bədənim soyuq tər içində idi. Qapıya doğru addımladım. Donna Cecilia Payne'ın yanıma yaxınlaşmasını belə hiss etmədim. Hər halda üzümün ağappaq ağarmasından narahat olmuşdu. Nə oldu Zezi? Cavab verəcək halda deyildim. Gözlərim yaşla dolmuşdu. Sonra ağlım başımdan çıxdı. Qaçmağa başladım. Müdirin otağına belə getməyə ağlıma gətirmədən qaçmağa davam etdim. Küçəyə çıxdım. Rio San Paulo yolunu unutdum. Hər şeyi unutdum. Qaçmaqdan və ora gedib çatmaqdan başqa heç nə düşünmürdüm. Ürəyim mədəmdən çox ağrıyırdı. Dayanmadan Kasitas küçəsi boyunca qaçdım. Şirniyyat mağazasına çatdım. Geronimo'nun yalan deyib demədiyini anlamaq üçün maşınlara baxdım. Bəli, bizim maşınımız yox idi. Zarıyıb yenidən qaçmağa başladım. Don Ladislao güclü qolları ilə məni dayandırdı. Hara gedirsən Zezi? Gözlərimdən leysan kimi yaş axıdı. Ora gedirəm, getmə. Qolların arasından dəli kimi çırpındım. Sakitləş oğlum, səni buraxa bilmərəm. Demək Mangaratiba onu öldürüb? Yox, təcili yardım da gəlib. Sadəcə avtomobil çox pis əzilib. Yalan deyirsiz Don Ladislao. Niyə yalan deyim? Qatarın avtomobili əzdiyini demədim mi? Özü xəstəxanadadır. Bir qədər yaşlılarsan səni yanına apararam. Söz verirəm. İndi gəl bir şey iç. Bir yaylıq çıxardıb tərimi sildim. Ürəyim bulanır. Divara söykəndim. Alnımı tutdu. Biraz özümə gəldinmi? Başımla yaxşı olduğumu bildirdim. İstəyirsən səni evinizə aparım. Başımla istəmədiyimi bildirib ağır-ağır nə edəcəyimi bilmədən uzaqlaşdım. Hər şeyi bilirdim. Mangaratiba ehtiyatsızlığı əsla bağışlamazdı. Ən güclü qatarlardan biri idi. 2 dəfə də qustum. Gördüm artıq heç kim mənimlə maraqlanmır, yer üzündə heç kim qalmamışdı. Məktəbə qayıda bilmədim. Ürəyimin mənə apardığı yerə götürdüm. Arada hızqırtı ilə ağlayır, üzümü önlüyümlə silirdim. Portuqamı bir də heç vaxt görməyəcəkdim. Heç vaxt getmişdi. Hey addımlayırdım. Ona Portuqa deməyimə və yarasalıq etməyimə icazə verdiyi yerdə durdum. Bir ağacın dibində oturub alnımı dizlərimə söykədim. Birdən ürəyimdən böyük bir üsyan yüksəldi. Sən çox pissən, balacaysa. Axı mən inanmışdım ki, bu dəfə mənim üçün Tanrı kimi doğulacaqsan. Sənsə mənimlə belə davrandın. Niyə mənə başqa uşaqlar kimi sevmirsən? Özümü yaxşı apardım, dava salmadım, dərslərimi oxudum, söymədim, göt də demədim. Niyə belə elədin, balacaysa? Balaca portağal fidanımı kəsəcəklər. Buna da qəzəblənmədim. Sadəcə biraz ağladım. Ancaq indi yenə sel kimi göz yaşım. Mən öz portağamı istəyirəm. Balacaysa portağamı qaytar. Bu an çox şirin, çox yumşaq bir səs ürəyimlə danışdı. Üzərində oturduğum halımı acıyan ağacın səsi idi. Ağlama balaca, o göylərə getdi. Hava qaralanda gücsüzləşmişdim. Nə qusmağa, nə ağlamağa halım qalmışdı. Tutoka məni Donna Yelena Villas Bausun evinin qarşısında pilləkəndə oturmuş halda tapdı. Mənimlə danışdı. Ona inilti ilə cavab verdim. Nə olub sizə, de görüm. Mən astadan inildəyirdim. Tutoka əlini alnıma qoydu. Qızdırmadan yanırsan, nə olub sənə sizi? Gəl evə gedək. Kömək eləyərəm, addım gedərsən. İnildəyə ancaq bunu deyə bildim. Məni tək burax Tutoka. Bir də o evə getməyəcəm. Gedəcəksən, bizim evimiz oradır. Artıq mənim evim yoxdur.
Hər şey bitdi. Məni ayağa qaldırmaq istədi, amma gördü ki, heç gücüm qalmayıb. Qollarımı boynuma dolayaraq məni qucaqladı, evə getdi. Məni yatağıma uzandırdı. Sonra Şandira, Gloria, haradadır bunların hamısı deyə qışqırmağa başladı. Şandiranı tapdı. Aleydi cildə boşboğazlıq edirdi. Şandira, sizi xəstələnib. Şandira donquldana evə qayıtdı. Yenə nəsə oyun çıxardı. Yaxşı kötəyə ehtiyacı var. O an Totoka otağa girdi. Yox, Şandira, bu dəfə çox pis xəstədir, öləcək. Bir udum su belə içmədən 3 gün 3 gecə keçirtdim. Hərarət məni püskünə qoymuşdu. Yemək ya içmək verəndə qusmağım gəlirdi. Zəifləyirdim. Saatlarla sakitcə oturub divara baxırdım. Ətrafımda danışılanları eşidirdim. Hər şeyi başa düşür, ancaq cavab verməyi istəmirdim. Danışmaq istəmirdim. Göylərə uçmaqdan başqa istəyim qalmamışdı. Gloria otağını dəyişmişdi. Gecələri yanımda keçirirdi. İşığı söndürmələrinə belə icazə vermirdi. Hamı mənimlə çox yaxşı davranmağa başlamışdı. Dindinya belə gəlib bir neçə gün bizimlə qaldı. Totoka gözlərini bərəldib saatlarla yanımda dayanır, bəzən mənimlə danışmağa çalışırdı. Doğru deyildi Zizi, inan mənə. Sənin acığını elə demişdim. Yolunu genişləndirən deyirlər, heç nə. Ev sükuta qərq olmuşdu. Sanki ölümün məxməri ayaqları hər yerə toxunurdu. Heç kim səs-küy salmır, hamı alçaq səslə danışırdı. Anam demək olar bütün gecə yanımda qalırdı, ancaq mən onu unuda bilmirdim. Onun qəhqəhəsini, onun fərqli tələffüzünü, hətta cırcıramaların nəğməsi belə ülgücüdən onun saqqalı kəsərkən çıxardığı xırt-xırt səsini xatırladırdı. Onun barəsində fikirləşməyi bilmirdim. İndi ağrının nə olduğunu həqiqətən anlayırdım. Ayağına bir şüşə parçası ilə kəsmək və əczaxanada tikiş qoydurmaq ağrı deyildi. Ağrı sancıdan ürəyin partlaması imiş. Sirrini açmamaq üçün ölmək istəmək imiş. Ağrı qollarda, başda bir damcı güc qalmaması, hətta yastıqda başını bir yandan o biri yana çevirə bilməmək imiş. Vəziyyətim ağırlaşırdı. Bir dəri, bir sümük olmuşdum. Həkim çağırdılar. Həkim Faulhaber gəlib məni müayinə etdi. Qərarını dərhal verdi. Sarsıntı keçirib, şiddətli bir zərbə alıb. Bu sarsıntının öhdəsindən gələ bilsə, yaşayacaq. Gloria həkimlə birlikdə çölə çıxıb vəziyyəti ona izah etdi. Həkim bu həqiqətən sarsıntıdır. Ona deyiblər ki, şirin portağal fidanı kəsiləcək. O gündən belə olub. Eləyəsə onu inandırmaq lazımdır ki, ağac kəsilməyəcək. İndiyə qədər bütün yolları sınamışıq, ancaq inanmır. Onun üçün portağal fidanı insandır. Çox qəribə uşaqdır. Çox həssas və çox erkən inkişaf etmiş bir uşaq. Hər şeyi eşidirdim. Ancaq həyata qarşı marağım itmişdi. Göylərə getmək istəyirdim, amma onu da bilirdim ki, sağ adamlar ora gedə bilmirlər. Dərmanlar alındı, amma qusmağım dayanmırdı. Bu vaxt gözəl bir hadisə baş verdi. Bütün məhəllə mənə baş çəkməyə gəlməyə başladı. Mənim həmin o şeytan olduğumu unutmuşdular. Cənab aclıq və yoxsulluq mənə bir tort, qara Yevgeniya yumurta gətirdi və qusmağımın dayanması üçün qarnımın üstündə dua oxuyub üflədi. Don Paulo'nun oğlu ölüm ayağındadır deyə pıçıldaşır, eyni zamanda mənə gözəl şeylər deyirdilər. Təcili sağalmalısan sizi, sənsiz bu məhəllənin dadı tuzu yoxdur. Donna Cecilia Payne məni görməyə gəldi. Məktəbdə qalan çantamla birlikdə çiçək də gətirdi. Bununla da yenidən gözlərimin yaşarmasına səbəb oldu. Sinifdən necə çıxdığımı gördüyünü danışırdı. Bundan başqa bir şey bilmirdi. Ən kədərlisi Don Ariovaldo'nun gəlməsi idi. Onu səsindən tanıyıb özümü yatmış kimi göstərdim. Burada oyanmağını gözləyin cənab. Oturub Gloria ilə danışmağa başladı. Bilirsiniz, xanım, evinizi tapana qədər bütün məhəlləni dolaşdım. Hamıdan soruşdum. Burnunu çəkdi. Xeyr, mənim balaca dostum ölə bilməz. Buna imkan vermərik. Xanım, mahnı sözlərimi sizə gətirirdi, elə deyilmi? Gloria çətinliklə cavab verir. Yazıq kişi davam edirdi. Qoymayın balaca dostum ölsün. Ona bir şey olsa, bu uğursuz məhəlləyə bir də gəlməyəcəm. Otağa girib yatağın yanına oturdu və əlini yanağıma yapışdırdı. Qulaq as Sezə, sən sağalacaqsan. Yenə mənimlə birlikdə mahnı oxuyacaqsan. Sənsiz bir şey sata bilmirəm. Hamı səni soruşur. Hey, Ariovaldo, haradadır bu araca sarı bülbül? Deyirlər. Sağalacağına söz verirsən, elə deyilmi? Söz verirsənmi? Gözlərim yaşarırdı. Bunu görən Gloria Don Ariovaldonu bayıra çıxartdı. Çünki mənə həyəcanlanmaq olmazdı.
Yaxşılaşırdım. Nəhayət yediyimi udub mədəmdə saxlaya bildim. Ancaq eyni şeyi fikirləşən kimi hərarətim yüksəlir, ürpərti və soyuq tərlə birlikdə yenidən qusmağa başlayırdım. Özümə ələ ala bilmirdim. Tez-tez Manqaratibanın şığıyıb onu əzdiyini təsəvvürümdə canlandırırdım. Balaca İsa'ya yalvarırdım ki, mənim xətrimə elə eləsin ki, o əziyyət çəkməsin. Gloria gəlib əlini alnıma qoyurdu. Ağlama qom, bütün bunlar keçəcək. İstəsən manqomu sənə verirəm, təkcə sənin olar. Heç kim ona toxuna bilməz. Dişləri tökülmüş, meyvə belə verməyən yaşlı manqo nə işimə yarayacaqdı? Balaca şirin portağal fidanın belə yaxında, çox yaxında sehirli gücünü itirəcək adi bir ağac olacaqdı. Şübhəsiz bədbəxtə imkan versələr, bəziləri üçün ölmək asan idi. Uğursuz bir qatarın gəlməsi kifayət edirdi. Hadisə baş verirdi. Ancaq mənim üçün göylərə uçmaq nə qədər çətindir. Hamı mane olmaq üçün ayaqlarımdan yapışmışdı. Gloria'nın sevgisi və istəyi nəticəsində biraz danışmağa başladım. Atam belə gecələr küçəyə çıxmırdı. Totoko isə vicdan hesabından elə arıqladı ki, Jandira axırda onu tənbihlədi. Bir xəstə azlığımı edir, Antonio. Mənim yerimdə olsan bilirsən nə çəkirəm. Axı o məsələni mən dedim. Başını qarnıma söykəyib ağlamağı yuxuda da yadımdan çıxmır. Necə ağlayırdı. İndi sən də ağlamayacaqsan, hə? Böyük adam olmusan. Həm də o yaşayacaq. Get mənə aclıq və yoxsulluqdan bir qutu süd al. Onda pulunu ver. Daha atama nisiyə vermir. Gücsüzlüyə görə elə hey yuxulu olurdum. Gecəni gündüzdən ayıra bilmirdim. Hərarətim düşürdü, titrəmələrim də azalmışdı. Gözlərimi açırdım. Alaqaranlıqda Gloria'nı görürdüm. Yellənən kreslonu otağa gətirmişdi. Yorğunluqdan tez-tez yatıb qalırdı. Utoya, axşam oldu mu? Demək olar hə şirinim. Pəncərəni aça bilərsənmi? Başını ağrıtmazmı? Heç nə olmaz. İçəri işıq düşür və mavi səma parçası görünürdü. Səmaya baxdım, yenidən ağlamağa başladım. Bu nədir sizi? Səma elə gözəl, elə mavidir. Balaca İsa səhər mənə dedi ki, səmanı sənə bəxş edib. O, göy üzünün mənim üçün nə olduğunu bilə bilməzdi. Yaxınlaşıb əllərimdən tutur, ovutmağa çalışaraq danışırdı. Üzü arıq və yorğun idi. Bilirsən sizi, sağalmağına lap az qalıb. Çərpələng uçurdacaqsan, şüşə kürələrlə oynayacaqsan, ağaclara çıxacaqsan, Minquniyə minib at sürəcəksən. İstəyirəm yenə həmin o nəğmə oxuyan, mənə mahnı sözləri, başqa gözəl şeylər gətirən uşaq olasan. Gördüyüm məhəlləmizdəki adamlar necə məyus oldular, hamı sənin hayküylü günlərini üçün darıxıb. Ancaq bir qədər çalışmağın lazımdır. Yaşamaq, yaşamaq və yaşamaq. Bilirsən, Kotoya, artıq yaşamaq istəyim yoxdur. Sağalsam nadin uşaq olacağım. Sən başa düşməzsən. Axı mən kimə görə ağıllı uşaq olmalıyam? Çox ağıllı olmağın heç də lazım deyil. Uşaq ol, həmişəki kimi balaca uşaq. Niyə Kotoya? Hamı məni döysün deyə, hamı məni tənbihləsin, hə? Üzümü ovucların arasına alıb qərarlı bir səslə dedi. Dinlə qum, and içirəm. Sağalandan sonra heç kim, Tanrı belə səni əlinə vurmayacaq. Bunu etmələri üçün əvvəlcə meyitimin üstündən keçməlidirlər. Mənə inanırsanmı? Təsdiqləmək üçün deyə səs çıxardım. Meyit nədir? İlk dəfə böyük bir sevinç Gloria'nın üzünü işıqlandırdı. Gülməyə başladı. Bilirdi ki, qarışıq sözlərlə maraqlanıramsa, demək yenidən yaşamaq istəyirəm. Meyit ölümlə, ölü ilə eyni şeydir. Ancaq indi bundan danışmayaq. Bunun vaxtı deyil. Bilirdim ki, bu barədə danışmasam yaxşıdır. Ancaq onun orada günlərdir meyit olması fikri məni tərk etmirdi. Gloria mənimlə söhbəti davam etdirir, müxtəlif mövzulara keçirdi. Mən isə o iki quşu düşünürdüm. Dalğalı tutuquşu ilə sarı bülbülü. Onların axırı necə oldu? Bəlkə onlar da kürən Orlandonun əlacəhrəsi kimi kədərdən öləcəklər. Bəlkə azadlığa qovuşmaqları üçün qəfəslərin qapısını açıblar. Ancaq bu da onları öldürmək kimi bir şey idi. Çünki artıq uçmağı unutmuşdular. Uşaqlar sabandla vurana qədər portağal ağaclarının üstündə hərəkətsiz dayanıb, axmaq-axmaq baxacaqdılar. Siko rəng-bərəng quşlar bəsləmək üçün pulu qalmayanda qəfəsin qapılarını açmışdım. Quşların hamısı ölmüşdü. Bir dənəsi belə uşaqların daşlarından qurtula bilməmişdi. Evdə həyat əvvəlki axarına dönmüşdü. Yenidən hər yerdən səs-küy eşidilirdi. Anam işə qayıtmışdı. Yellənən kreslo zalda həmişəki yerinə qoyulmuşdum. Sadəcə Gloria vəzifəsini icra etməyə davam edirdi.
Mənim ayağa durduğumu görməyənədək yanımdan uzaqlaşmayacaqdı. Qum, bu şorbanı iç. Jandira bunu hazırlamaq üçün qara toyuğu kəsdi. Bax nə gözəl qoxusu var. Qaşıqdakı şorbanı üfürdü. İstəyirsən mənim kimi elə. Çörəyi qəhvəyə batır. Ancaq yavaş-yavaş iç. Qurtuldatma. Belə yaxşıdır. Qum, nə oldu? Yəqin qara toyuğun kəsilməsini ağlamayacaqsan. Onsuz da qartımışdı. Heç yumurtlamırdı. Nəhayət harada yaşadığımı öyrəndin. Bilirəm, o heyvanxananın qara panterası idi. Ancaq başqa bir pantera alarıq. Onda daha vəhşisini. Ay qaçaq, haralardaydın bu qədər? Qudaya, indi vermə. İndi içsəm yenə qaytaracağım. Sonra versəm yeyərsənmi? Bu an özümü saxlaya bilmədim. Cümlə ağzımdan çıxdı. Ağıllı olacağıma, bir daha kimləsə dalaşmayacağıma, heç vaxt söyməyəcəyimə, göt belə deməyəcəyimə söz verirəm. Ancaq həmişə sənin yanında qalmaq istəyirəm. Yenidən Mingunya ilə danışdığımı fikirləşib, kədərlə üzümə baxdılar. Əvvəlcə pəncərədə qeyri-müəyyən bir xışıltı hiss olundu. Sonra kimsə şüşəyə vurmağa başladı. Çöldən çox əziz bir səs gəldi. Zeze, yerimdən qalxdım, başımı pəncərənin taxtasına söykədim. Kimdir? Mənəm, aç. Gloriyanı oyatmamaq üçün səs salmadan cəftəni çəkdim. Qaranlıqda sanki möcüzə baş verdi. Mingunya qapının kəndarında par-par parıldayırdı. Gəl içəri, gəl, ancaq səs salma, Gloria oyanmasın. Narahat olma, bax gör kim gəlib. O da səni görmək istədi. Qolunu uzatdı. Gümüşü bir quş gördüm. Yaxşı görə bilmirəm, Mingunya. Diqqətlə bax. Gözlərinə inanmayacaqsan. Onu gümüşü lələklərlə bəzədim. Səncə gözəl deyilmi? Luciano, nə gözəlsən. Həmişə belə ol. Lap nağıllardakı qartallar kimisən. Həyəcanla başını sığalladım. Birinci dəfə idi çox yumşaq olduğunu görürdüm. Sən demə, yarasalar da sığallanmaqdan həzz alırlarmış. Bir şeyə fikir vermədin. Yaxşı bax. Mingunya yerindən fırlanıb özünü göstərdi. Tom Mix'in mahmızlarını taxdım. Ken Mayjard'ın şlyapasını geyindim. Fred Thompson'un 2 part tapancası da məndədir. Richard Talmad'ın qayışı və uzun boğaz çəkmələri də. Üstəlik Don Ariovaldo səni çox xoşladığın damadama köynəyi də mənə borc verib. Ömrümdə belə gözəlliyi görməmişdim, Mingunya. Bütün bunları haradan tapısan? Xəstələndiyini bilən kimi özləri gətirdilər. Heyf ki müvəqqətidir. Gözüm Mingunya'nın üzündə qalmışdı. Görəsən taleyindən xəbərdardır ya yox? Heç nədən xəbəri yox idi. Gəlib yatağın kənarında oturdu. Baxışlarından səmimilik yağırdı. Üzünü özümə yaxınlaşdırdı. Nə var Kusururuka dedim. Kusururuka sənsən axı, Mingunya. Onda sən Kusururuka olsan. Nədir? Sənə olan sevgim məni də özüm kimi ifadə edə bilərəmmi? Belə danışma. Həkim deyir, mənə ağlamaq, həyəcanlanmaq olmaz. Mən də ağlamağını istəmirəm. Əksinə, səni yenə sağlam, şən görmək istəyirəm. Elə onun üçün gəlmişəm. Həyatda hər şey keçib gedir. Səni gəzməyə aparmaq istəyirəm. Gedəkmi? Çox gücsüzəm. Biraz təmiz hava sənə yaxşı təsir edə. Kömək eləyəm, pəncərədən atıl. Bayıra çıxdıq. Hara gedirik? Kanalizasiyalar olan tərəfə. Ancaq Kapanem küçəsindən keçməyi. Oranı görmək istəmirəm. Yaxşı, onda gəl. Tərəqqi küçəsinin axırına qədər gedək. İndi Mingunya güclü bir ata dönmüşdü. Qanadlanıb uçurdu. Luciano çiynimdə özünə yer eləmişdim. Kanalizasiya olan araziyə çatanda iri boruların üzərində müvazinətimi itirməyim deyə Mingunya əlimdən tutdu. Gözəl yer idi. Dəlik olan yerdən su bulaq kimi qaynayıb daşır, ayağımızı isladıb torpaqlarımızı qıdıqlayırdı. Hiss edirdim ki, arada başım gicəllənir. Amma Mingunya keyfimi necə açmışdısa, xəstəliyimi unutmuşdum. Ən azından ürəyim yerinə gəlmişdi. Uzaqdan bir fit səsi gəldi. Eşidirsənmi, Mingunya? Hə, qatar fitidir. Qəribə bir tıqqıltı getdikcə yaxınlaşır, yeni fit səsləri sükutu yarıb keçirdi. Məni dəhşətli qorxu bürüdü. Gələn odur, Mingunya. Mangaretibadır, qatil. Reyslərin üzərindəki təkərlərin gürültüsü beynimə işləyirdi. Yuxarı çıx, Mingunya, cəld ol. Mingunya parlaq mahmızlarına görə müvazinətini saxlaya bilməyib yıxıldı. Dur, Mingunya, əlini ver. O səni öldürmək istəyir, basıb keçmək istəyir, səni parça-parça edəcək. Mingunya borunun üzərinə çıxar-çıxmaz əzlaf qatar fit çala-çala qapqara tüstü buraxaraq yanımızdan keçdi. Qatil, qatil.
Qatar reyslərinin üzərində yüksək sürətlə irəliləyirdi. Qəhqəhələr arasında idbar səsi gəlirdi. Mənim günahım deyil, mənim günahım deyil, mənim günahım deyil. Evin bütün işıqları yanırdı. Yuxulu üzlər otağıma daxil olmuşdu. Dəhşətli yuxu görürəmmiş. Anamın qollarının arasındaydım. Sakit ol oğlum, bu yuxu idi. Adi qorxulu yuxu. Gloria Lala ilə danışanda təzədən qusmağım gəldi. Qatil qışqırığına oyandım. Öldürməkdən, əzməkdən, parça-parça etməkdən danışırdım. Aman tanrım, bütün bunlar nə zaman bitəcək? Bir neçə həftə sonra hər şey bitdi. Yaşamağa məhkum idim, məhkum. Bir səhər Gloria gülər üzlə içəri daxil oldu. Yataqda oturub böyük bir kədərlə həyatı seyr edirdim. Bax sizi, barmaqlarının arasında kiçik ağ çiçək tutmuşdu. Çiçələrin ilk çiçəyi, dedi. Birazdan böyük bir portağal ağacı olacaq. Meyvə verməyə başlayacaq. Ağ çiçəyi əzizlədim. Nə olursa olsun, bir daha ağlamayacaqdım. Minguin Ho bu çiçəklə mənimlə vidalaşmağa çalışsa da, xəyal dünyamdan ayrılıb həqiqət və kədər dünyama keçsə də ağlamayacaqdım. İndi biraz sıyıq ye, sonra dünənki kimi yenə evin içində gəzərik. İndi gəlirəm. Bu vaxt Kral Louis yatağıma çıxdı. İndi yanıma gəlməyini icazə verirdilər. Əvvəllər qoymurdular ki, balaca həyəcanlanmasın. Zizi, nə var mənim balaca kralım? Əslində yeganə kral elə o idi. O birilər xaçdı, qara toxmaqdı, qırmızı kərpicdi. O krallar kart oynayanların əllərində çirklənmiş fiqurlar idi. Vəssalam. Üstəlik Louisin ağlına da gəlmirdi ki, əsl kral olsun. Zizi, səni çox sevirəm. Mən də səni balacam. Bugün mənimlə oynayarsanmı? Hə, bugün səninlə oynayacağım. Nə etmək istəyirsən? Heyvanxanaya getmək istəyirəm. Sonra da Avropaya. Oradan da Amazon meşələrinə gedib Minguni ilə oynamaq istəyirəm. Çox yorulmasam, hamısını eləyərik. Qəhvəmizi içdik. Əl-ələ tutub bağçanın o başına getdik. Gloria sevgi dolu baxışlarla bizə tamaşa edirdi. Yenə çatmadan geri dönüb ona əl elədim. Gözlərindən xoşbəxtlik yağırdı. Yaşımdan tez böyüyən başımla ürəyimdən keçənləri anladım. O xəyallarına qayıtdı. Tanrım, sənə çox şükür. Sizi, bəs qara pantera hanı? Heç nəyə inanmadan hər şeyi yenidən başlamaq çətin idi. İstəyirdim həqiqət ona söyləyim. Deyim ki, ay balaca səfi, heç bir qara pantera zad yoxdur. O adi qara toyuq idi. Ondan şorba pişirib idi. 2 şirdən başqa heç nə yoxdur. Louis, qara pantera Amazon meşələrinə tətilə gedib. Amma yox, xəyallarını mümkün qədər qorumaq lazımdır. Balaca vaxtı mən də eyni şeylərə inanırdım. Balaca kral gözlərini geniş açdı. Burada, bu meşədə? Yox, qorxma, çox uzaqlara gedib. Qayıtmaq istəsə də yolu tapa bilməyəcək. Acı-acı gülümsədim. Amazon meşələri 6-7 tikanlı portağal ağacının bitdiyi bir yer idi. Bilirsən, Louis, Zizə çox zəifləyib. Qayıtmaq lazımdır. Sabah lap çox oynayarıq. Funikulyor oyununu oynayarıq. Nə istəsən oynayarıq. Başını aşağı salıb mənimlə birlikdə ağır addımlarla geri qayıtdı. Hələ həqiqəti başa düşməyəcəyi qədər balaca idi. Çayın Amazonun yanına getmək istəmirdim. Sehrini itirmiş Minguni'yi görmək istəmirdim. Louis bilmirdi axı, biz o ağ çiçəklə vidalaşmışdıq. Louis nə bilsin? 8-ci hissə. Yaşlı ağac. Təzə xəbər təsdiqlənəndə hava xeyli qaralmışdı. Evimizin, ailəmizin üzərinə sanki bir saadət buludu çökmüşdü. Atam hamının yanında əlimdən tutub məni dizləri üstündə oturtdu. Başım gicəllənməsin deyə yellənən kresloda yavaş-yavaş yelləndim. Hər şey qurtardı oğlum. Bir gün sən də ata olacaqsan. Görəcəksən ki, bir kişinin həyatında necə çətinliklər olur. Bəzən elə olur, bütün cəhdlərin nəticəsiz qalır. Bu da böyük bir ümidsizliyə gətirib çıxardır. Artıq hər şey bitdi. Atan Santo Alexo fabrikinə müdir təyin olunub. Bir də milad gecəsi çəkmələrin boş qalmayacaq. Sustu. O da bunu həyatının sonuna qədər unutmayacaqdı. Çoxlu səyahət edəcəyik. Ananın işləməsinə ehtiyac olmayacaq. Bazılarının da. Üzərində hindu rəsmi olan medalyonu hələ də səndədirmi? Ciblərimi qurdalayıb medalyonu tapdım. Çox yaxşı, başqa bir saat alıb medalyonu ona taxacağım. Bir gün o sənin olacaq. Partuqa karborun nədir, bilirsənmi? Atam dayanmadan hey danışırdı. Yanağıma dəyən saqqalı üzü məni incidirdi. Köhnəlmiş köynəyindən gələn qoxu ürəyimi bulandırdı. Sürüşüb dizlərimdən aşağı düşdüm. Mətbəxin qapısına getdim.
Pilləkəndə oturdum. Bağçadakı işıqların sönməsini xeyir seyr elədim. Ürəyim qəzəblə üsyan edirdi. Məni dizində otusturan bu adam nə istəyir? O mənim atam deyil. Mənim atam ölüb. Manqaretiba onu öldürüb. Atam dalımca gəlmişdi. Gördü gözlərim dolub. Mənimlə danışmaq üçün demək olar diz çökdü. Ağlama oğlum. Çox böyük bir evimiz olacaq. Düz çayın sahilində. Bağçasında xeyli ağac olacaq. İri-iri ağaclar. Hamısı da sənin olacaq. Yelləncəklər qurarsan. Başa düşmürdümü? Dünyadakı heç bir ağac Kraliça Charlotte kimi gözəl ola bilməzdi. Ağaclar hamıdan qabaq sən seçəcəksən. Ayaqlarına baxdım. Barmaqları çəkələkdən çölə çıxmışdı. O bir ağac idi, yaşlı ağac. Ancaq heç tanımadığım bir ağac. Bir şey də deyim. Səninlə balaca şirin portağal fidanını hələ kəsməyəcəklər. O kəsiləndə sən çox uzaqlarda olacaqsan. Heç vecinə də olmayacaq. Hıçqırıb ayaqlarına sarıldım. Mənası yoxdur, ata. Heç bir mənası yoxdur. Mənim kimi onun da gözləri dolmuşdu. Üzünə baxıb ölü kimi pıçıldadım. Onu artıq kəsiblər, ata. Mənim balaca şirin portağal fidanım bir həftədən çoxdur kəsilib. Son hissə, son etiraf. İllər keçdi, əzizim Manuel Valaderes. İndi 48 yaşım var. Bəzən keçmişin həsrətini çəkəndə elə bilirəm yenə uşağam. Bəzən elə bilirəm qəfildən gəlib mənə artist şəkilləri və şüşə kürələr gətirəcəksən. Mənə həyatın sevimli cəhdlərini sən öyrətmişdin. Əziz Partukam, indi kürə və artist şəkilləri paylamaq növbəsi məndədir. Çünki sevgisiz həyatın heç bir mənası yoxdur. Bəzən bu sevgi ilə xoşbəxt olurum. Bəzənsə özümü aldadıram. Daha çox özümü aldadıram. O vaxtlar, yəni bizim dövrümüzdə heç bilmirdim ki, uzun illər əvvəl bir axmaq şahzadə mehrabın qarşısında diz çöküb ağlaya-ağlaya ikonalardan soruşubmuş ki, niyə axı bütün bunlar uşaqlara deyirsiniz? Həqiqət budur ki, əziz Pardukam, mənə hər şey çox tez deyilmişdi. Əlvida.